Xəyyam Şahinoğlu dövlətindən kömək istəyir. Belə ki, iddialarına görə 3 il öncə öz bibisi oğlu Məmmədov Mehman Tofiq oğlu özü ilə iş qurmaq üçün meyvə satışı ilə bağlı aldadaraq onu İrana aparmışdır. Bir müddət sonra Xəyyamı meşəyə apararaq silahla öldürmək hədəsi ilə şəxsiyyətini alçaldıb onlardan üzr istəmə videosunu çəkmiş və işləri bitdikdən sonra da narkotik maddə ilə zəhərləyərək küçəyə atmışlar. Həmin vaxt da Azərbaycan İrandakı səfirliyində güllələnmə hadisəsi baş verən vaxta rast gəlmiş və ölmədiyini görərək onu bibisi oğlanları Məmmədov Mehman, Şəmiyev, Kənan və digərləri şərləyərək İran Sepah Təşkilatına təhvil vermişlər. 3 ay itkin olaraq qeydiyyatda alınan Xəyyam Şahinoğlu axtarışlar nəticəsində Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan Təbrizdə olan konsulluğu tərəfindən İran dəlixanasında tapılaraq bir həftə sonra Azərbaycana göndərilmişdir. İrandan sağ dönən Xəyyam evinə təhvil verilmişdir. İkinci qrup əlildir. Bir müddət müalicə aldıqdan sonra Moldaviyaya ailəsinin yanına dönübdür. Hal-hazırda da Moldaviyada yaşayır. Lakin yenə də qohumları ondan əl çəkmirlər. Çəkdikləri videonu indi də Moldaviyadakı yaxınlarına göndərərək bütün sosial şəbəkələrdə verməklə təhdid edirlər. Qurbanlı Xəyyam Şahinoğlu dövlətimizdən, prezidentimizdən, bütün hüquq orqanlarından kömək istəyərək İranda başına gətirilən hadisələri, itkin düşməsinin səbəbkarlarını və şantaj edənləri araşdıraraq lazımi tədbirin görülməsi üçün xahiş edir. Təfərrüatlar video kadrdan. Mənim müraciətim cənab Ali Baş Komandan İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanıma, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əlin Ağayevə, Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Xarici İşlər Nazirliyinə mənim müraciətim var. Xahiş edirəm, mənə kömək edin. Məni bibim oğlu Məmmədov Mehman Tofiq oğlu İrandan gəlib mənə aparıb İrana özü ilə meyvəyə kömək eləməyə. Məni İranda zəhərləyib qalmışam küçələrdə. Bu ərəfədə Azərbaycanın İrandakı səfiri hadisə baş verib, güllələnmə. Azərbaycanın İrandakı səfirinə terror hadisəsi baş verib. Həmən günü məni təhvil veriblər Sepaha. Bunu eləyib Məmmədov Mehman, Şəmiyev Kənan. Bugünkü gün mən cənab prezident sağ qayıtmışam İrandan. Dövlət Təhlükəsizlik Xidməti məni qəbul eləyib aeroportda. Özümdə olmamışam. İranda dəlixanadan tapılmışam. Bunu Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Təbrizdə olan konsulu məni bir həftə orada saxlayıb. Mən bugünkü gün cənab prezident, 2-ci qrup əliləm. Xahiş edirəm, mənə kömək eləyin. Məni İranda videoya çəkiblər. Mənim başıma silah diriblər. Mənim başıma pis-pis işlər gətiriblər. Xahiş edirəm, bunu araşdırın. Mən 3 ay itkin düşmüşəm, cənab prezident. Xahiş edirəm, mənə kömək edin. Mənim dost doğma babam cənab prezident Abdullayev böyük kişi Abışoğlu, cənab Ulu Öndər Heydər Əliyevin ən yaxın dostu olub. Xahiş edirəm, mənə kömək edin. Mən qalmışam darda. Bugünkü gün mən Moldova Respublikası Kişinyov şəhərində qorxa-qorxa yaşayıram. Məni həmən videola şantaj edir Şəmiyev Kənan, Məmmədov Mehman və digərləri. Xahiş edirəm, mənə kömək edin. Salam əleykum. Xalqamı eşidirsən, hə? Mən prezidentə müraciət eləmişəm, cənab İlham Əliyevə müraciət eləmişəm ki, mənim İranda itkin düşməyim araşdırılsın. Dövlət səviyyəsində ki, itkin düşmüşəm 3 ay. İtkin kimi də mən qeydiyyata alınmışam dəlixanada. Pasportumu Mehman alıb əlimdən, sənin bacın oğlu Mehman pasportumu. Video çəkiblər mənə, meşədə İranlılar başıma diriblər. Deyiblər ki, denən Novruzovlardan, onların ailəsindən dürüstürəm, mən üzlərirəm. Həmən videoda məndədir, ay xalqamı. O videonu da bütün sığırı görüb, içi sən qarşılıqlı. Sən də görmüsən o videonu. Mən də bu cinayətin dalında kim dayanıb, vermişəm DTX-ya, prezident aparatına ki, araşdırın bu. Bu mənim başıma gələn işdə 3 ay itkin düşmüşəm. Təbrizin konsulluğu mənə tapıb İrandan. Ay kişilər, deyin biləsiniz, ay xalqamı. Burada sən də bilirsən, İrandan qaydanda bir dənə nəslimdən adam gəlib soruşmayıb ki, ay bala, bu sən kim elədi? Bu sən başıva kim gətirdi? Bu sən də bilirsən, bu mən kim eləyib? Bax sən əmim də bilirsən, elə deyil.
Adam adamı İranda video çəkdirib, başına dirətdirib, üzr istətdirir, ay xalqam. Mən də vermişəm o videoyu hökumətə. Deyirəm ki, araşdırın da bu Hazanları elətdirib. Bu Novruzovlar kimdir, mənim başıma dediblər. Deyirlər ki, denən üzlənirəm, Novruzovlardan üzr istəyirəm. Həmən videoda kopyasını da düz 10 dənə yerə göndərmişəm. Anamı da göndərmişəm. Mehriban xanımın qəbuluna deyim biləsiz. Özüm də dakika böyük ki babamın şəkillərini qoyuram ki, mən 3 ay itkin düşmüşəm. Ay Azərbaycan xalqı, bu Xarici İşlər Nazirliyi də bilir ki, itkin kimi mən qeydiyyatda olmuşam. Bu araşdırın. Bu bibim uşaqları elətdirib. Aydın'ın oğlu Kənan elətdirib. Kim elətdirib araşdırılsın. Bugünkü gündə 10 günündən qabaq ay xalqamı sənə dedim ki, xəbər göndərdim. Şəmiyev Aydın'ın oğlu Kənan o videonu atır Moldova şəhərinə, Çinyova. Cəmaatdakı xəyyam üzlənirəqdir. 10 bibisi uşaqları o üzlənirəq elətdirib. Burada mənim bibim uşaqları, Anarın, Aqilin, Amirin adı çəkir. Sən bu dediyim mi? Dediyim demədim. Mən də vermişəm hökumətə, ay kişi, deyim biləsiz. Araşdırın, bu mənim başıma kim gətirib? Bugünkü gün video çıxıb Aydın'ın oğlu Kənanla Şəmiyevdən. O da veriblər, stopdadır, heç ara çıxanmaz. Emal elətdirib, Hazanlar elətdirib, Amil elətdirib, Aqil elətdirib, ya Nazir elətdirib. Bu 5-dən biri elətdirib, dayı xalqamı. O videonu sən də görmüsən. Bütün nəsil görüb, bütün sığırlı kəndi görüb. Mən 3 ildir üzlənirək kimi yaşayıram. Başa düşürsən mən? Mən dəlxanadan gələndə sən əmmə zəng elədim, yadından çıxmayıb ki. Dedim məni apar Hazanların yanına, bu söhbət belə getməyəcək. Aparmadım. Üzlənirək kimi də gəldim bura. 3 ildə heç kimə zəng eləmirəm ki, ay xalqamı. Yox. 10 günündən qabaq Şəmiyev Aydın'ın oğlu Kənan oturub Bakıdan həmən İranda çəkilən videonu atır bura. Tay bilmir ki, o videonu Əmirov Əmir elə hadisə olanda atıb Validəyə, Validə də saxlanıb eləyib telefonda. O kopyadan məndə var. Açın o videoya baxın görün nə deyirəm, mən nə dedizirlər orada başıma deyib. Deyirlər ki, Novruzovlardan üzr istə. Hazanlardan üzr istə. Mən də deyirəm ki, mən üzlənirəm, Hazanların sülaləsindən üzr istəyirəm. O videoda məndə bir kopyasında Praboy göndərmişəm prezident aparatına. Bu araşdırsınlar. Görək mən tək oğlan, bu sizin nəsil ay xalqam məndən nə istəyir? Bu anar mənə bazardan qovladı. Ölüm əmrimi də verdirdi İranda. Kameraya çəkib sonra öldürdürdü ama. Bunu hökumət araşdıracaq, mən yox. Mən 3 ay itkin kimi qeydiyyatda olmuşam, ay xalqam. Bunu hökumət bilir. 3 ildir də bu hökumət demiş ki, mən gözlə görə bu video kimdən çıxacaq. Sən elə bilirsən mən elbirə yotmuşam burada. Mən qeydiyyatda olan, əsirlikdən qayıtmış oğlanam. Ay bədi baxlar. Xalqam içi sən qarışıq. Oğlun tam ellə qarışıq. Mənim ölümümdə hamımızın əli var. Hamımızın gülümə. Dəlxanadan qayıtmışam sizin nəsildən. Bir dənə adam mən qapımı açmayıb. Bir dənə adam zəng eləməyib ki, bu nə oldu xəyyam, sən itkin düşdün, sən üzlənirək elədilər. Bu kim elədi? Bibimin uşaqları, sən də yaxşı bilirsən. Sən də bu işin içindəsən, xalqam, deyim biləsən. Nəsə sözün zadın var mı?